Salam əziz şagirdlər. Bugün 26 aprel 2026-cı il 9-cu siniflərin buraxılış imtahanı suallar izahını verirəm ingilis dili fənnindən. Əvvəlcə mətn tapşırığından başlayırıq. Qısa məlumat verək. Deyir, çox illərdir ki, bəzi insanlar Şimali Amerikada demək qəribə bir meymun görüblər. Bigfoot adlandırılan kimi tanınan bir məxluq, yəni qəribə bir meymun görmək haqqında yazıblar. İnanılırdı ki, Bigfoot deyir çox hündür və nəhəngdir. Onun deyir qəhvəyə saçı var və iki ayaqlı bir heyvandır, insan kimi. Alimlər deyir iddia edirlər ki, Bigfoot deyir real deyil, lakin insanlar isə Bigfoot'un gördükləri və onun mövcud olduğunu qeyd edirdilər. Bigfoot hekayəsi 1958-ci ildə başlayır. Hansı ki deyir, Kaliforniyada bir nəyisə tikən adam, yəni tikinti tikən adam böyük və qəribə bir ayaq addımları görür torpaq üzərində. Yerli qəzetlər deyir, məqalə yazdılar bu sirli ayaq addımları haqqında və tezliklə hekayə yayılmağa başlayır dünyanın digər hissələrinə. Tezliklə insanlar Şimali Amerikada məlumat verməyə başladılar və onlar Bigfoot'u gördüklərini qeyd edirdilər. Beləliklə bir çox insan qrupları Bigfoot, yəni ovçuları kimi adlanan insan qrupları, yəni bu məxluqu tapmağa cəhd elədilər. Oktyabrın 20-si 1967-ci ildə iki adam iddia elədi ki, onlar deyir Bigfoot, yəni Bigfoot'u filmləşdiriblər. Hansı ki deyir Bluff Creek adlandırılan bir ərazidə. Video göstərdi ki, böyük bir saçlı deyir məxluq var. Hansı ki meşədə gəzir. Hələ də bəzi deyir müzakirələr gedir bu məxluq ətrafında, real və yaxud da olub olmadığı haqqında. Görünür ki, bu müzakirələr yəni uzun vaxt hələ davam edəcək. 8-ci sualımızda soruşur ki, bir vaxtlar, yəni yazıçılar, jurnalistlərin sayı, saçlı bir məxluq haqqında yazıçıların sayı artıb, yəni bunu yazanların sayı artıb. Bigfoot ovçuları, ona görə düzgün variantımıza baxaq. A variantı yazıb ki, qərarı alırlar ki, meşələrdə ovlasınlar. B-də deyir ki, əvvəllər görülmüş yerlərə getdilər. Xeyr, hekayə yazdılar. Xeyr, qərarı aldılar ki, onu axtarmağı. Düzgün cavabımız burada olacaq. D variantımız. Çünki burada deyir ki, Bigfoot ovçuları, bir dəqiqə mən sizə onun yerini göstərim. 3-cü abzasın 3-cü sətrinə baxın, cəhd elədilər bu məxluqu tapmağa. Ona görə düzgün cavabımız burada olacaq. D variantımız. 9-cu testə baxırıq, mətn nə haqqındadır? A variantı yazıb ki, yerli qəzet haqqında məqalə. B-də yazıb ki, alimlər tərəfindən tapılmış məxluq. C-də yazıb ki, Şimali Amerikadakı qəribə məxluq. Bəli, düzgün cavabımız C variantımızdır. Növbəti 10-cu testimizə baxırıq. 10-cu testimizdə mətnə görə səhvi tapmalıyıq. Burada səhvimizə tərcümə eləyək. Deyir, Bigfoot haqqında olan informasiya 20-ci əsrdə yayılmağa başladı. Bizdə bir dəqiqə baxaq mətnimizdə 1967-ci ildə yayılmağa başladı. Bir dəqiqə yayılmağa başlayıb, spread sözümüz var idi. 1958-ci də, bəli, bu 20-ci əsrdir. Ona görə düzgün variantımızdır. Bunu atırıq. Sonra keçirik növbətiyə. Bəzi insanlar Bigfoot'un real olduğuna inanırlar. C-də deyir ki, müzakirələr, saçlı məxluq haqqında müzakirələr sona çatıb. Xeyr, hələ də davam edir. Elə səhvimiz C variantıdır. D-də deyir ki, Bigfoot adlı hekayə deyir, digər ölkələrə yayılıb. Düzdür. Qeyri-adi ayaq addımları tapılıb torpaqda. Bu da düzdür. Növbəti sualımıza baxaq, 11-ci sualımıza. Deyir ki, Şimali Amerikadakı olan iki adam Bigfoot'u gördüklərini sübut etməyə cəhd göstərdilər. Bunu da verib bizə 3-cü abzasda. 3-cü abzasda qeyd edir ki, video göstərir ki, o altına xətt çəkilən cümlə böyük bir saçlı məxluqun meşədə gəzən görür və bunlar da bunu filmləşdirirlər. Ona görə düzgün cavabımız burada olacaq elə D variantımız. Çünki A-da deyir ki, onlar məqalə yazdılar. Xeyr. B-də deyir ki, onlar Bigfoot'un addımlarını şəklini çəkdilər. Xeyr, onlar intervyu verdilər. Bu da deyil. Y variantı əslində olardı, amma city center yazıb, ona görə səhv variantımızdır. Düzgün cavabımız burada olacaq. 11-də olacaq. D variantı. Növbəti 12-ci suala keçirik. 12-ci sualda deyir, hansı uyğunluq mətnə görə düzgündür? Yazıb ki, Cənubi Amerikadan olan insanlar, bu səhvdir elə, çünki mətnimizdə qeyd edilmişik Şimali Amerikadan, ona görə səhv variantımızdır. İkinci yazıb ki, alimlər fikirləşmirlər Bigfoot'un real məxluq olduğunu. Üçüncüdə yazıb ki, Bigfoot'un qəhvəyə saçı var və o 4 uzun ayağı var. Xeyr, mətnimizdə demişik 2 ayağı var, birinci abzasda. Dördüncüdə deyir ki, Bigfoot deyir, inanılır ki, nəhəng məxluqdur, hansı ki, meymuna bənzəyir. Bəli, düzgün cavabımız 12-ci testdə olacaq. 2, bir də 4 variantımız. Növbəti testə keçirik. 13-cü qrammatika olan hissəyə baxırıq.
Burada deyir 13-cü testimizdə uyğunu tapırıq. Şuqa şəkər sözümüz təkdə olduğuna görə 1, 3 variantımız D variantı olacaq. 14-cü testə baxırıq. If bağlayıcısı olan hissəni sadə axtarsaq 2-ni və elə 3-ü çıxsa cavabımız olacaq burada 1, 4 variantımız D variantı. 15-ə baxırıq. Plant bitkiyə aid olan sözləri seçəcəyik. Bitkimiz burada var tree ağac. Burada flower gül 2, 4 variantımız C variantımız. 16-cı testə baxırıq. Modal feili tapmalıyıq. May to ilə işlənməz, cannot to ilə işlənməz, must to ilə işlənməz. Having to'su lazım idi. Düzgün cavabımız A variantı. 17-ci testə baxırıq. Deyir Ceyndir. İnkarda verdiyinə görə N axtarsaq ya A'dır ya da B variantımızdır. Tərcümə edirik. Ceyndir dəvət etmədi. Yəqin ki, insan dəvət eləməyib tədbirdən. Ona görə düzgün cavabımız B variantıdır. Öz ad günə məktəbdən heç kimi dəvət eləməyib. Düzgün cavab B-dir. Və 18 növbəti sualımıza baxırıq. Negativ, inkar mənalı sözlərə seçəcəyik. Baxırıq burada beneficial, helpful, pozitivdə olmaz. C-də honest, dürüst olmaz, sakit olmaz. D-də mükəmməl, ideal olmaz. Y-də dadlı və dadlıdır, hər ikisi olmaz. Düzgün cavabımız rude, kobud, impolite, nəzakətsiz. Yaxın mənalı sözləri seçirik. Baxırıq destroy, məhv etmək, inkar, cəsarətləndirmək, ruin, dağıtmaq, sonra korlamaq, scroll olmaz. Düzgün cavabımız burada olacaq. Uyğunları tapsaq 1, 3, 5. Hər üçü dağıtmaq mənasını verir Y variantımız. Növbəti 20-ci testə baxırıq. 20-də uyğun sözünü tapırıq. Deyir, otaq deyir, bəzədi, otaq bəzənildi oyuncaqlar ilə viz götürəcəyik. Burada olacaq C variantımız. Növbəti 21-ə baxırıq. Mary deyir, gördü. Car maşın sayılır deyənə a yellow car deyəcəyik. Digər tərəfində də in the park deyəcəyik. Düzgün cavabımız Y variantı. Keçirik növbəti testə. Üzr istəyirəm. Növbəti testimizdə baxırıq burada. Ətək hücum etmək, improve inkişaf etmək, concentrate fikrini toplamaq. Ətək hücum etmək deyirsə, hücuma aid B variantını götürəcəyik. Birinciyə döyüşə aid sözü götürəcəyik. Bir dəqiqə B. İkinciyə baxır, improve, inkişaf etmək deyirsəm, burada götürəcəyik, inkişaf etmək beta sözünə görə nəyisə və yaxud da kimsə daha yaxşı etmək əvvəlkindən olacaq. İkinciyə olacaq C variantı. Üçüncüdə də concentrate fikrini toplamaq, attention, diqqət sözünə görə A variantımız. B, C, A, düzgün cavabımız Y variantı olacaq. 23-ə baxırıq. Uyğun burada sual əvəzini tapacağıq. Həm isimlə, həm də köməkçi fe'l mübtəda ilə işlənən B variantımız votdur. Deyir, sən adətən hansı kitabları oxuyursan? Vot. Bir də Miss cənab Wilsonun deyir feedbacki, yəni onun haqqdakı məlumat nədir? Düzgün cavabımız B olacaq. Növbəti testə keçirib burada 24-cü testdə məhsul növdən düzgün cümləni seçməliyik. Baxırıq burada bir məhsul növdədir. Çünki to be üstəgilən made fe'li sifəti var. İkinciyə baxırıq were made verib deyinə olar. 3-də də was made verib bu da olar. 4-də baxırıq were made verib bu da olar. İndi bizə deyir ki, məhsul növdə verilən cümlənin düzgün formasını tapırıq. Əgər cümlə sally ilə başlayırsa, bir ümumiyyətlə səhv variantımızdır. Əslində cümlə quruluşuna görə to be üstəgilən fe'l sifət düzgündür. Amma bizdə payments'i gətirik cümlənin əvvəlinə. Ona görə uyğun variantımız burada götürəcəyik. Bir dəqiqə. To the bank, to the salary. 4 ümumiyyətlə səhv variantımızdır. Bir də the bank was made monthly payments götürəcəyik. Düzgün cavabımız burada olacaq. 2-3 variantımız B. Çünki biz əgər salary mübtədanı gətirib ora qoyuruqsa, mütləq by salary verməliydik. Ona görə səhvdir. Və 25-ci növbət testimizə baxırıq. Bağlayıcıdır. Sinonim cütlüyü tapmalıyıq. Deyir, mən gecikdim. Çünki deyir, mən səhv avtobusa minmişəm. 1-4 variantımız sinonim cütlüyü götürürük. Essemizə də baxaq görək nədən danışır. İstirahətə gedirlər, yəni piknik edirlər, kamp qururlar. Yəni çox maraqlı və rahat yazıla bilən essedir. İndi qısa mətnlərimizə baxırıq. Qısa mətnlərimizə baxaq. Çünki dinləməni haqda məlumatımız yoxdur. Ona görə yəni ki, dinləməni Dövlət İmtahan Mərkəzi təqdim elədiyi testlər əsasında yoxlayacağıq. 5-ci testə baxırıq. Kitabxana deyir öz işini cümə gününə qədər dayandıracaq. Yəni iclas var. Məşhur yazısı ilə olan bir iclasa görə bağlayacaq. Zəhmət olmasa kitablarınızı 3-cü günə, çərşənbə gününə qədər sonuna kimi deyir qaytarın. Kitabxana deyir öz işini bazar ertəsi səhər deyir başlayacaq. Təşəkkür edirəm başa düşdüyünüzə görə. Oxucular dəvət olunur iclasda iştirak
iştirak etməyə. Xeyr, heç bir iclasdan danışmadıq. B-də deyir, kitabxana deyir, kitabları həftə sonu deyir, qəbul edəcək. Xeyr, həftə sonu demədi, bazar ertəsi başlayacaq. Ümumiyyətlə B variantımız olmaz. Kitabxana deyir, bağlı olacaq bazar gününün sonuna kimi. D-də deyir ki, kitablarınız qaytarılma günü sonuncu gün Monday. Xeyr, Monday deyir, çərşənbə günü idi. D-də səhvdir. Y-də deyir, kitabxana deyir, işləməyəcək, bir neçə günlük işləməyəcək. Y olar. Bir dənə C-yə bir də tərcümə edeyim. Kitabxana deyir, bağlı qalacaq. Bazar ertəsinin sonuna kimi bağlı olacaq. Amma bu deyir ki, kitabxana deyir, öz işini bazar ertəsi səhər açacaq. Xeyr, son söhbətinə görə səhvdir. Ona görə fikirməyə biraz çatmadı. Y variantımız. Sonra o birinə baxırıq. Təşəkkür edirəm deyir mehriban dəvətinizə görə naharda, yəni çərşənbə axşamı olan naharda, yanvarın 9-u günü. Bədbəxtlikdən Jack deyir uzaqda idi, Edinburghda biznes səyahətinə uzaqda idi. O deyir şənbə gününə kimi qayıtmayacaq. Beləliklə biz deyir sizin dəvətinizi qəbul edə bilmirik. Mən əminəm ki deyir o üzgündür, yəni mənim deyir nahar səninlə deyir, nahar keçirdiyim əyləncəni itirdiyinə görə, yəni qaçırdığına görə üzgündür. Ardından Elizabeth yazır. Demək, Elizabeth deyir, üzr istəyir. Elizabeth bir dəqiqə. B variantda deyir ki, Mrs. Ridgewell deyir, qəbul edir dəvəti. Xeyr, qəbul etmir. B variantımız ona görə səhvdir. C-də deyir ki, Ridgewell deyir, dəyişmək istəyir naharın tarixi. Xeyr, o haqda məlumat yoxdur. D-də deyir ki, Jack qəbul edir dəvəti. Xeyr, qəbul etmir. Çünki deyir, üzgünəm ona görə. Jack qəbul etmir. Sonra növbətiyə baxırıq. Y-də deyir ki, Elizabeth Brown səyahət edir Edinburgh'a Jacklə birlikdə. Xeyr. Burada A variantına bir də baxaq. Deyir, Elizabeth Brown üzr istəyir. Dəvəti qəbul etmədiyinə görə üzr istəyir. A variantımızdır. Burada düzgün cavab. Bir dəqiqə. Demək, burada Jack gəlmədiyinə görə Elizabeth də deyir, üzr istəyir də, dəvəti qəbul etməyəcəklərinə görə. Ona görə düzgün cavabımız burada olacaq A variantımız. Növbəti testə baxırıq, 7-ci testdə. Əzizim deyir Jane, mən ümid edirəm ki, sən yaxşısan. Keçən həftə sonu deyir, mən muzeyə getdim ailəmlə. Hava deyir, günəşli idi. Beləliklə biz deyir, parka getdik. Oradan deyir, parka getdik və piknik elədik. Biz deyir, oyunlar oynadıq. Çoxlu deyir, şəkillər çəkdik. Axşam da deyir, biz pizza yedik balaca bir kafedə, evimizin yanında. Bəs sən deyir, keçən həftə sonunu, yəni nə etmisən, əyləncəli nə etmisən? A variantda deyir ki, Jane deyir, Oscar digər muzeylərlə birlikdə Oscarla görüşəcək, getmək üçün Oscarla görüşəcək. Mesajı yazan Oscardır. B variantı yazıb ki, Jane deyir, Oscarın ailəsini piknik ərzində parkda deyir, rastlaşdı. Demək, Jane rastlaşıb. Xeyr, Jane rastlaşmayıb. Rastlaşan Oscardır. C-də deyir ki, Oscar Jane-i deyir, pizza yeməyə dəvət edir. Xeyr, onlar artıq pizzanı yeyiblər. D-də deyir ki, Oscar deyir, Jane-ə həftə sonu necə keçirdiyini izah eləyir, danışır. Bəli, cavabımız D variantıdır burada. Sonra Y variantı deyir ki, Oscar deyir, Jane-ə ailəsinin şəklini göndərir. Hansı ki, deyir, burada xeyr, Jane-ə göndərə biləmir. Şəkil haqqında heç bir məlumat yoxdur. Sadəcə soruşur ki, siz necə keçirdiniz? Bu da növbəti testimizin izahı. Bir dəqiqə dinləməyə baxaq ki, dinləmənin haqqındadır. Amelia deyir, getdi. Yəni, bu test haqqında məlumatım yoxdur, amma bəlkə də internetdən axtarıb tapmaq olar cavabları. Sağ olun, növbəti test izahlarında görüşənədək.